İlk öncə əlimi kameraya uzatdığım bir video çəkirəm. Daha sonra overlay düyməsini seçib yaşıl ekran olan bir telefon şəkli seçirəm. Şəkli ayarlayıram və yaxınlaşdırıram ki, tam ekran tutsun. İkinci şəkildə aşağıdakı remova daxil oluruq və Chrome Key düyməsini seçirik. Burada video önə çıxsın deyə yaşıl ekranı silirik və ayarlayırıq. Əlimi telefona yaxınlaşdırdığım yerdə ikinci şəkildə qırmızı işarəti seçirəm. Daha sonra telefonu tutduğum yerdə də eyni işarəti seçirəm və şəkli yaxınlaşdırıram. Birinci videoda əlimi kameraya uzatdığım yerdə videonu seçirəm və daha sonra kameranı tutduğum yerdə videonu kəsirəm. Və kəsdiyimiz hissəni aşağıdakı dublikat düyməsini seçib kopyasını çıxardırıq. Kopyası çıxan videonu aşağıdakı overlay düyməsi ilə aşağıya endiririk və kəsdiyimiz hissə ilə eyni hizaya gətiririk. Kopya olan videonu seçirik və aşağıdakı remova daxil oluruq. Burada custom removalı basırıq. Brush tuşunu seçirik və əl hissəsini diqqətli və səliqəli şəkildə rəngləyirik ki, əl bölməsi ayrılsın. Ayarladıqdan sonra artıq video hazırdır.